Verilmiş nümunələrdə ədatın hansı məna növü işlənib? Gəlin baxaq. Vaxtında gəlin ha və vaxtında gəlməlisiniz ha. Görürük ki, hər ikisində ha ədatı işlənib. Bəs bu nümunələrdə ha ədatın hansı məna növünü bildirir? Bunun üçün yadda saxlayırıq ki, ha ədatı əgər feilin əmr şəklindən sonra gələrsə, əmr ədatı olur, feilin əmr şəklindən sonra gələrsə. Digər bütün feilin şəkillərindən sonra gələrsə, həmçinin də adlara qoşularsa, yəni adlardan sonra gələrsə, qüvvətləndirici ədat olur. Qüvvətləndirici ədat olur. Baxırıq, ilk nümunədə vaxtında gəlin feilin əmr şəklində olan sözdür. Deməli, bu nümunədə ha əmr ədatı kimi işlənib. Digərində isə vaxtında gəlməlisiniz ha feilin vacib şəklindən sonra işlənib. Deməli, burada artıq qüvvətləndirici ədat kimi işlənib. Bundan əlavə ha ədatından başqa eyni qayda da ədatına da aiddir. O da feilin əmr şəklindən sonra gələrsə əmr ədatı, digər bütün şəkillərdən sonra gələrsə və həmçinin adlardan sonra gələrsə qüvvətləndirici ədat olacaq. Əlavə olaraq da bilirik ki, da bağlayıcı kimi də işlənə bilər.